Kişilər qorxaq olmurlar. Onların qırmızı işıqda gözləməyə səbri çatmır. Futbolu sevirlər, siyasətlə maraqlanırlar, dominant özəlliklərə daha çox meyillidirlər və əsəbi olurlar. Həmçinin də hiperaktiv olmağa daha çox meyillidir. Məhz bütün bunlar kişilərin beyninə xas xüsusiyyətlərdir. Əgər fikir versəniz, 4 dənə barmağım, 5 barmağımızdan 4-cüsünə fikir versəniz, kişilərdə adətən, yaxud da kişinin beyninə sahib olan şəxslərdə adətən 4-cü barmaq daha uzun olur. Yəni 4-cü barmaq 2-ci barmaqdan uzun olur. Bunun səbəbi isə onların ana bətnində olarkən testosteron hormonunun təsiri altında beyninin inkişaf etməsidir. Əgər qadınların da 4-cü barmağı uzundursa, deməli onlarda kişi beyni xüsusiyyətləri vardır. Bəs kişi beyni nə deməkdir? Belə ki, ana bətnində əgər cinsiyyət kişidirsə, yəni erkək cinsiyyət inkişaf edən zaman onun beyninin amigdala adlandırılan hissəsini məhz bu testosteron hormonları aşağı salır, aktivliyini aşağı salır. Amigdala isə bizim beynimizin qorxu mərkəzidir. Yəni amigdalamız sayəsində biz nələrdənsə qorxuruq. O olmasa, belə deyək ki, gözümüz dönər, heç nədən qorxmarıq. Məhz kişilərdə göstərilib ki, müəyyən olunub ki, bu testosteron hormonu ana bətnində amigdalanı, beynin amigdala qorxu mərkəzinin funksiyasını aşağı salır. Bu isə onların qorxusuz olmasına səbəb olur. Məsələn, tutaq ki, tıxacda 2 dənə kişi bir-birləri ilə dava edə bilərlər. Dava edirlər, söz atırlar, hətta döyüşə bilərlər. Yəni, onlar düşünmürlər ki, bir-birlərinə məsələn vuranda ki, bu qabağımdakı zərər görər və yaxud da mən zərər görərəmmi, beynimə nəsə olarmı, harazmasa bir şey olarmı? Düşünmürlər, çünki qorxmurlar. Ən azından qorxu mərkəzləri, belə deyək ki, çox aktiv deyil. Nəticədə bu onlara kişilik xüsusiyyəti qazandırır. Yəni, kişilər qorxmaz və yaxud da kişilər ağlamaz ifadəsi hardasa anatomik olaraq, biolojik olaraq insanın xüsusiyyətləri ilə uyğun gəlir. Bəs başqa kişilərdə hansı davranışlar var? Qadın beynindən fərqli olaraq kişi beyni daha rahat qərar ala bilir. Çünki qadın beynində informasiya çoxluğu və beynin iki yarımkürəsi arasında rabitə o qədər güclüdür ki, qadınlar konkret qərar verməkdə çətinlik çəkir. Kişilərdə isə iki beynin yarımkürəsini birləşdirən korpus callosum dediyimiz həmin hissə daha, belə deyək ki, az inkişaf etdiyinə görə bir yarımkürə ilə digər yarımkürə arasında rabitə o qədər də güclü deyil və nəticədə onlar qadınlar qədər sürətli düşünmürlər. Amma bu onlara avantaj təmin edir təbii ki. Çünki daha rahat öz həyati fəaliyyətlərində qərar verə bilirlər. Qadınları tutaq ki, rənglərlə, məsələn, bir dənə əşyanı göstərin, fərqli rənglərini göstərin, o artıq orada özünü biraz itirir qadın. Qərar verməkdə də çətinlik çəkir, amma kişi üçün fərqi yoxdur. Əsas o əşyanın funksiyasıdır, onu alsın, götürsün və getsin. Bu qədər tamamlanır onun üçün. Və bütün bunlar testosteron dediyimiz hormonun təsiri altında ana bətnində artıq formalaşan zaman baş verir. Əgər ana bətnində testosteronun təsiri altında kişi hormonunun təsiri altında erkək beyni formalaşırsa, ana bətnində əgər estrogen olmazsa belə, əgər testosteron yoxdursa, o zaman beyin qadın beyni olaraq formalaşır. Yəni, testosteronun ana bətnində olması çox önəmlidir ki, onun bətnindəki uşaq, əgər o XY xromosomlarını daşıyırsa, yəni erkək cinsiyyəti xromosomlarını daşıyırsa, o artıq erkək kimi formalaşsın. Yox, əgər uşaq xromosom olaraq hüceyrəsində XY xromosomunu, yəni tipik kişi xromosomunu daşıyırsa, amma ananın bir şəkildə testosteron hormonu onun yetərli qədər inkişaf eləməsinə səbəb olmursa, bu zaman dünyaya kişi xromosomlu, amma qadın beyinli uşaqlar gəlir. Məhz bu da bəzi cinsi yönəlimlərin açıqlanmasında müəyyən qədər rol oynayır. İzlədiyiniz üçün təşəkkür edirəm.